Esselamu Aleyküm ve Rahmetullah değerli izleyicilerimiz, deməli hardayıq? Bakıda, Xırdalanda. Deməli Xırdalanda məşhur parklarından biri olan Av Parkda, düz Av Parkın mərkəzində 2 mərtəbəli ev satışa çıxarılıbdır. İnşallah Allahın izniyle mən sizə hər tərəfli göstərməyə çalışacağım və bunu demək istəyirəm ki, bu videonu bizə göndəriblər. Bir də demək istəyirəm ki, Xırdalan şəhərində tam mərkəzdə Av Parkda çox gözəl yerdə təxmini olaraq 2 sot yarım 3 sotun içərisində 2 mərtəbəli ev satışa çıxarılıbdır. Evin zahiri görkəmi olduqda çox qəşəngdir. Bunu demək istəyirəm ki, qaz, su, işıq hər bir şey çəkilib, bütün sayğaclar qoyulubdur. Girişdə həyətdə metlaq döşənibdir. Birinci mərtəbə yerdən 3 pilləkən yuxarıdadır. Allahın izinlə bir çox yerə yaxındır, məktəblərə, mağazalara, doğrudan çox ideal yerdə yerləşir, 2 mərtəbəlidir. Hər 2 mərtəbə torplip oldu, yəni isitmə sisteminə tərkiz olunub. Döşəmənin istilməsi, yəni belə deyək ki, kombidir. Deməli, qapıdan girişdə Allahın izinlə belə bir dəhlizdir. Evin dekorasiyası doğrudan da çox qəşəngdir. Evin birinci mərtəbəsi demək olar ki, müəyyən hissəsi kafel döşənibdir, aboyları vurulub, işıq sistemi qurlaşdırılıbdır. Birinci mərtəbədə də, ikinci mərtəbədə də bunu qeyd eləmək istəyirəm ki, hər 2 mərtəbədə də sanuzel və sanitar qovşağı mövcuddur. Belə yenə də dəhlizdə qəşəng kafel gördüyünüz kimi. Sol tərəfdə sanitar qovşağı və sanuzeli, sanuzelin bütün aksesuarları qurlaşdırılıb gördüyünüz kimi. İnşallah zəhmət olmasa axıra qədər baxın ki, qiymətdən xəbəriniz olsun Allahın izniyle. Bir daha demək istəyirəm, qeyd eləmək istəyirəm. Xırdalanda tam mərkəzdə Av Parkda. Burada mətbəx üçün nəzərət tutulub, elektrik xətləri çəkilib, qaz xətti çəkilib, su sistemi ilə tərkiz olunub. Gördüyünüz kimi çox qəşəng və işıqlıdır. Mətbəx də olduqca çox genişdir. Və keçək digər otaqlara Allahın izniyle. Həmçinin dəhlizin bu başında oturma otağıdır. Qəşəng gördüyünüz kimi yer laminatdır. Divarların aboyuna qədər vurulub. Çox qəşəngdir. Bu videonu bizə Bakıdan göndəriblər. Allahın izinlə müştərimiz Bakıdan bizə bu evi satmağa təklif edib. Biz də inşallah paylaşıb göstərməyə çalışırıq Allahın izinlə. Çox qəşəng evdir doğrudan da. Və demək istəyirəm ki, Xırdalanda yerləşir, Av Parkın tam mərkəzində. Yəqin ki, bir çoxunuz da Xırdalanda Av Parkı yaxşı bilirsiniz. Yəni, marşrutuna qədər olan bir yeri çox gözəl. Və həmçinin inşallah pilləkənlərdən çıxaq ikinci mərtəbəyə. Pilləkənlər gördüyünüz kimi çox qəşəng materialdan istifadə olunaraq tikilibdir. Doğrudan da çox qəşəngdir. Həmçinin ikinci mərtəbəsi də təmirlidir. Belə göstərim, qəşəng, lüstur necə lazımdır, hər şey qurlaşdırılıbdır. Burada da laminatdır, ortada bir dənə böyük dəhliz. Bunu demək istəyirəm ki, ikinci mərtəbədə evin balkonu, yəni eyvanı mövcuddur. Burada da həmçinin eyni qaydada, girən kimi sol tərəfdə dəhlizdə sanitar qovşağı və sanuzeldir. Aksesuarları hər birisi qurlaşdırılıb. Və keçək inşallah digər otaqlara. Burada eynən yataq otağı kimi istifadə oluna bilər. Çox genişdir. Hər bir otağın da özünə məxsus pəncərəsi mövcuddur. Çox gözəl yerdə yerləşir. Av Park istirahət mərkəzidir bura. Mağazalar, bağçalar, əyləncə mərkəzləri, hər bir şey mövcuddur. Deməli, həmçinin burada bir otaq da mövcuddur. Buranı oturma otağı kimi istifadə edə bilərsiniz, salon kimi və yaxud da ki, belə deyək, dəhliz, üzr istəyirəm. Yataq otağı kimi istifadə edə bilərsiniz. Otaqlar olduqca genişdir. Yəni, sizin məqsədinizə uyğun, öz məqsədinizə uyğun istifadə eləmək mümkündür. Keçək inşallah digər otağa Allahın izniyle.
Əlavə otaq, bir dənə də burada əlavə otağımız var. Bütün divarlar aboylanıb, yer laminatdır. Dediyimiz kimi hər iki mərtəbə topli poldur, yəni kombi sistemi, isitmə sistemi, elektrik sisteminə qədər mövcuddur, elektrik xəttlərinə qədər mövcuddur. Qaz, hər bir şey qurulaşdırılıbdır. Deməli, evimizin qiyməti, qeyd edirəm, evimizin qiyməti 250 minə təklif olunur. Bir daha qeyd eləmək istəyirəm ki, 250 min manata həyət evi, 2 mərtəbəli villa təklif olunur. Təbii ki, qiymətdə reallıq olsa, Allahın izni ilə sahibi ilə real danışmaq olar. Qiymətdə ümumi belə götürsək, yaxşı endirim də olacaq. Çox xahiş edirəm, əlavə məlumat üçün səhifəmizdəki nömrə ilə əlaqə saxlayın. Sizə tam şəkildə məlumat veriləcək inşallah. Allah malınıza, mülkünüzə bərəkət versin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.